İmam Həsən əleyhissalamın Muaviyə ilə sülh sazişi bağlamaqda məqsədi. İmam Həsən Müctəba əleyhissalamın müqəddəs hədəflərinin həyata keçməsinə mümkün qədər zəmin yaratmağa çalışırdı. Buna görə də Muaviyə ilə sülh sazişi bağlayarkən müqavilənin birinci bəndində göstərildiyi kimi bu şərtlə xilafəti Muaviyə təhvil verəcək ki, Muaviyə yalnız Quran-ı Kərimin göstərişləri və Həzrət Peyğəmbər sallallahu sünnəsi əsasında davranacaq və əmrlik edəcəkdir. Görüldüyü kimi İmam Həsən əleyhissalamın məqsədi və istəyi İslam xilafətinin başına keçmək deyil, İslam qanunlarını qoruyub saxlamaq və cəmiyyətdə bu qanunları icrasını təmin etməkdir. Bundan əlavə müqavilənin ikinci bəndinə əsasən Muaviyə öldükdən sonra İmam Həsən əleyhissalam İslam xilafətinin başına keçəcəkdir. Müqavilənin digər bəndləri də çox böyük əhəmiyyətə malik idi. Çünki cümə və cəmaət namazlarında Əmir əl-Möminin Əli əleyhissalamın lənətlənməsinə son qoyulması və bu bidətin aradan qaldırılmasını, eləcə də Həzrət Əlinin tərəfdarlarına və Həzrət Peyğəmbər sallallahu sülaləsinin nümayəndələrinə göstərilən təzyiq və təhdidlərə son qoyulmasını tələb etmək, Muaviyyənin də bu tələblərə əməl edəcəyinə dair ondan vəd almağın nə qədər böyük nailiyyət olduğu danılmazdı.